Keçən il yay tətili olardı və mən də hər 11-ci sinifə keçən abituriyent kimi yay boyunca sərbəst çalışmağa qərar verdim. Yayın əvvəlində oturdum və hansı fənnin hansı hissəsindən zəifəm onu araşdırdım. Bir-iki günlük araşdırmanın nəticəsində gördüm ki, mənim listening və mətnlərim çox zəif dərəcədədir. Və ona görə də qərar verdim ki, daha onda yeni toplular çıxmamışdı. 2023 birinci, ikinci hissədəki bütün mətn və dinləmələri bitirib. Bəlkə bəzilərinizə absurd gələcək ki, o qədər dinləmə və mətni necə bitirdin? Fantastik bir şey deyildi. Sadəcə gündə 10 dəqiqə bir mətn, bir listening işləyərək də listening və mətnlərimi səhvsiz deyiləcək səviyyəyə qədər gətirdim. İndiyə qədər getdiyim heç bir sınaqda listening və ya mətni səhvlə yazmadım. Hamısı səhvsiz çıxdı. Bu videoda da həm müəllimələrimdən öyrəndiyim, həm də özümün təcrübə etdiyim İngilis dilindən buraxılış imtahanında və ya sınaqda necə listeningi səhvsiz yaza bilərik və ya buraxılış imtahanını qoyuram bir kənara və birazdan duracaqsan, listening işləyəcəksən, onu necə səhvsiz yaza bilərsən, qaydası olmadan, sıxıcı olmadan, maraqlı və hər kəsin başa düşəcəyi bir üslubla başa salacağam. Kanalıma xoş gəldin. Bax, sınaq olsun, yoxlama olsun, qəbul imtahanı olsun, fərq etməz. Sınağa gedən kimi ilk işin sənin listeningi açmaq olsun. Listeningi açırsan və listeningin sualları ilə tanış olursan. Deyə bilərsən ki, Meyrac dinləmə müəllimi bizə 2 dəqiqə vaxt verir, o bəs eləmir. Sən o 2 dəqiqədə listeningə fokuslandığına görə daha çox stres yığırsan və listeningi normal oxuya bilmirsən. Nə edə bilərsən? Açırsan və mütləq sınağa getdiyin ilk andan etibarən listeningin sualları ilə tanış olursan. Mən belə eləyirəm. Məsələn, özümü ingilis dili modunda saxlamaq üçün listening müəllimi gələnə kimi açıram birinci ingilis dilinin qrammatikasını işləyirəm. Çatdırsam mətni işləyirəm, çatdırmasam listeningdən sonraya qalır. Mətni işləyirəm və daha sonra keçirəm listeningin sualları ilə işləyirəm. Yəni ilk maddəmiz budur. Başlanğıc bundan başladıq ki, birinci listeningi tanış olmaqla başlamalısan. Yaxşı, qabağımıza suallar gəldi. Mən istənilən listening üçün danışacağam. Bu arada dediklərim 2008-2009 təvəllüd olanların, yəni 2026-cı il buraxılış qaydaları əsasında keçərlidir. Bəlkə də bu videoya gələn il baxacaqsan, məzuna qalacaqsan və ya indi 10-cu sinifsən, fərq etməz. Mən köhnə buraxılış qaydaları ilə danışıram, yəni bizim verəcəyimiz buraxılış qaydaları ilə danışıram. Məsələn, sınaq kitabçasını gətirdilər. Qabağımızda 3 qapalı, 3 üzərində açıq sual var. Birinci sualı gördük. Mətnə və ya listingə ad qoymağı istəyir. Bax, o sualı saxlayırsan, o sualı dinləmə boyunca toxunmamağa üstünlük verirsən. Və ya deyə bilərsən, məsələn, bəzi məqamlar olur, çox demirəm, bəzi məqamlarda listingin içində onun da adı keçir. Yəni, o sualı saxlayırsan, dinləmənin suallarını işləyəndən sonra gedib adlandırma sualını işləyirsən. Sən başdan adlandırma sualını yazmağa çalışsan, sənin belə deyəcəksin. Bu cavab burada B-də ola bilər, C-də ola bilər və ya D-də ola bilər. Yəni, iki cavab arasında qalarsan. Amma listingdən sonra artıq mətni tanıdığına görə gedib yazacaqsan ki, məsələn, cavab odur. Məsələn, nümunə verim. Albert Einstein haqqında bir dinləmə mətni olsun. Einstein haqqında danışdı, kəşflərindən danışdı, Nobel mükafatlarından danışdı və listing bitdi. Sən oraya yazmaqsan, məsəl üçün Einsteinin kəşfi yazıb, bir dənə yazıb Albert Einsteinin həyatı. Belə qalacaqsın, görürsən Albertin həyatından söhbət gedir, yoxsa elmi kəşfindən söhbət gedir. Aradan Nobel mükafatı falan dediyinə görə sən deyəcəksin ki, demək ki, elmi kəşfindən söhbət gedir, mən gedim elmi kəşf olan cavabı seçim. Birinci mətndən başlayaq, listeningi qoyduq kənara, keçək mətndə nə etmək olar? Məsələn, mətni daha oxumamısan. Tutaq ki, söz tələffüzlərin zəifdir, mətni oxuya bilmirsən, həvəsin yoxdur, səbrin çatmır, nə edirsən? Meyrac, mən mətni oxumadan da bal qazanmaq istəyirəm desəm, bəli, bu mümkündür. Necə? Məsəl üçün, sən keçdin mətnə, mətndə belə suallar var. Cümləni dəyiş sualı var. Nə edirsən? O cümləni dəyiş sualını saxlayırıq. Orada sinonim sualı var. Məsələn, kiməsə nəysəyi ötürmək yazıb. To give something to somebody yazıb. Məsəl üçün, atdım özümdən nümunə verdim. Bu nədir? Give, vermək, bağışlamaq. Bağışlamaq nə ola bilər? To donate yazdım və sənə tam bal verdilər. Yaxşı, bunu bildik Meyrac, bəs söz dəyişmə sualını eləyirək. Bax, burada primitiv şey odur. Söz dəyişmə sualının əvvəlini baxırsan. Məsəl üçün, bağışlamaqla başlayıb, belə bayaqçı ilə gedək, o cümlə ilə başlayır, sən onu bir ağlında saxla. Keç, mətni oxu. Hansı məqamda ki, bax, ona rast gəldinsə, onun altından müəyyən qədər bir xətt çək. Çünki elə olacaq ki, məsələn, sən mətni oxumadan o sualı işləməyə çalışacaqsan, baxacaqsan, məsələn, 2 dənə yerdə o cümlənin başlığı ver. Yuxarıda da verib, aşağıda da verib. Mən yuxarıdakı mı dəyişim, yoxsa aşağıdakı mı dəyişim deyə bir dilemma arasında qalacaqsan. Ona görə mətni oxuyarkən şübhələndiyin bir məqam olsa da, onun altından mütləq şəkildə xətt çəkməlisən. Bunu bayaq da vurğuladım. Adlandırma sualını sonuna saxlayırsan, birinci gedirsən, açıq sualları işləyirsən, daha sonra isə qapalı sualları işləyirsən. Və inşa sualına gələcək olsaq, inşa sualını da yazmaq üçün belə bir
iskelet bir nümunə verir. Məsələn, inşanı bilməyən bir insanın belə yazacağı bir nümunə verir. Ümumiyyətcə ingilis dilində müəllimlər yəni çox zaman sınaqlarda, yəni buraxılışı bilmirəm amma sınaqlarda belə yoxlanırdı. Bizim inşamızda iki şeyə önəm verilir. Bizdə 100 söz qanunu yoxdur deyə. Bir inşanın əvvəli olmalıdır, bir də sonu olmalıdır. Necə? Yəni cümlə başlanğıcı, ortada sitat, sonda isə cümlə sonluğu ilə bitirməlisən. Məsələn, deyək ki, telefonun insan həyatına təsirlərini mənə de. Nə edə bilərsən? Bax, məsələn, I think, nə bilim, məsələn, telefon bizə faydalıdır. Telefon is useful for us. Məsələn, nümunə verdim bir dənə. Belə başlanğıc verə bilərsən. I think-lə başlanğıc verə bilərsən və ya sonda da yaza bilərsən ki, məsələn, telefon bizim üçün çox vacibdir. Telefon olmasın, təbiət olsun, qız qalası olsun, tarixi abidələr olsun. Liboy şey üçün yaza bilərsən ki, çox vacibdir, məsələn. Important for us deyə bir şey yaza bilərsən, məsələn. Yəni, məsələn, ortada sən boş bir cümlə də yazsan, heç deyilsə başlığın və sonun var deyə sənə yarı bal verəcəklər. Şöyle listeninqə keçə bilərik. Listening üçün nə edirik? Əvvəl başlayırıq açıq sualları növbə ilə mühim məqamların altından qələmimizlə xətt çəkməyə. Müəyyən sözlər olur. Məsələn, 6-cı sualda sifət mövzusu var. Oradan bir dənə xətt çəkirik. Orada məsələn mühim məqamlar var. What ilə verəndə cümlə what ilə başlamayacaq deyə səni çaşdıra bilər. Başqa şeylə başlaya bilər. Məsələn, orada sənə sual verəcək. Orada sən o haqda yaza bilərsən. Və listening üçün bəlkə də müəllimən deyib, bəlkə də hardansa eşitmisən, bəlkə də eşitməmisən, ilk dəfə bunu eşidəcəksən. Məsələn, yoldaşlar olur ki, listeningdə bir dastan boyda cümlə deyir, yaza bilmirlər, çatdıra bilmirlər və yarı bal alırlar. Meyrad, biz nə edək, sürətimiz artsın. Bax, çox incə bir məqam, məşqə belə gərək yoxdur. Nə edirsən? Açırsan və sözün cümlənin tələffüzünü yazırsan. Məsəl üçün important ola bilər, important yaza bilərsən və ya information sözünü götürək. Məsələn, rahat olsun deyə information sözü. Ora məsələn information yazan çox vaxt çəkəcək. Sən oraya yazırsan ki, information, elə Azərbaycanca tələffüzünü yazırsan, qalır. Sən onu cavab kağızına köçürtmürsən əlbəttə. Orada tapdığın o şeyi daha sonra dinləmə bitdikdən sonra pozursan və ingilis dilində düzgün qaydalara əsaslanaraq o sözü ora təkrardan köçürdürsən. Və bu da mühüm bir məqam idi, kiçik bir məqam idi. Əvvəlki videolarda vurğulamışdım. Sadəcə lakonikləşdirmək üçün ingilis dilində dinləmə və mətn üçündə belə bir video çəkməyə qərarı aldım. Yəni bu da sənə kömək edəcək mühüm bir amil olacaq. Nə edə bilərsən? Məsəl üçün dinləmə gəldi, dinləmə müəllimi bir dəfə qulaq asdı. O zaman belə edirsən. Aşağı yuxarı qaydası ilə gedirsən. Bir gözün aşağıdakı suallarda, bir gözün yuxarıdakı suallarda. Aşağıdan yuxarı bir sıralama, bir doğrultuda gedirsən və məsələn deyə bilərsən ki, Meyrad, mən birincidə açıqlayacağam, ikincidə qapalı yazacağam. Biraz elə çatdırma olmur. Yəni məsələn, bir dənə qapalı yazdın, iki dənə açıq yazdın və ya iki dənə qapalı yazdın, bir dənə açıq yazdın, qapalıları bitirdin və ya açıqda yazdın. Və bunu da deyim, bu da nadir hallarda rastlansa da çox vaxt bizim listening kitabında rast gələn bir şeydir. Məsələn, xüsusən də dünya görüşü olan şagirdlərə bu daha çox faydalıdır. Necə deyim, tutaq ki, mətn verib, məsəl üçün olsun, Mustafa Kemal Atatürk haqqında bir dinləmə mətnidir. Məsələn, sən Mustafa Kemal Atatürk'ü çox yaxşı tanıyırsan, onun haqqında müəyyən qədər tarixi biliklərə maliksən, bilirsən, müəyyən qədər bir şeylər bilirsən. Və orada suallar verir. Məsələn, Mustafa Kemal Atatürk'ün doğum tarixi verir, doğum təvəllüdü verir. Sən onu bilirsən deyə oraya yazırsan. Və ya Atatürk'ün necə bir insan olduğu verir. 6-cı sualda, sifət sualında. Məsələn, cəsarətli olduğunu bildiyinə görə courage yazırsan, ora və sənə tam bal verirlər. Yəni, əgər məsəl üçün listeningin məğzini bilirsənsə, listeningin mövzusunu bilirsənsə, onu yazmaqdan çəkinmə. Əlbəttə ki, %100 bilirsənsə, yazmaqdan çəkinməməlisən. Bu da sənə kömək edəcək bir bal olacaq. Yəni, boş-boşuna şübhələnməyinə lüzum yoxdur. Çalış ki, ilk dinləmədən listingi bitirəsən, olmaz da eybi yoxdur, ikinci dinləməyə də bitirə bilərsən. Yəni, birincidən bitirməyə üstünlük ver. Hər zaman hədəfin birinci olsun, çünki ikincisi biraz risk məsələsidir. Bəli, bugün buraxılış imtahanına hazırlaşan zaman listening və mətndən evdə necə nəticəmizi artıra bilərik, listening və mətnimizi necə müəyyən qayda olmadan, müəyyən yol olmadan necə təkmilləşdirə bilərik sadə şəkildə həm öz istifadə etdiyim, həm də müəllimlərimin mənə dediyi, həm də təcrübə ilə qazandığım taktikaları sizlərlə paylaşdım. Əgər sənin də istifadə etdiyin listening və ya mətn yazarkən istifadə etdiyin taktikalar varsa, şərhlər qismində yaza bilərsən ki, həm mən faydalanım, həm də digər yoldaşlarım faydalansın. Bizim bir Elite Society deyə bir topluluğumuz var. Orada da abituriyentlər üçün günlük sorğu keçirdirəm, motivasiya cümlələri, şəxsi inkişafla bağlı müəyyən qədər də bir şeylər paylaşıram. Əgər videom sənə maraqlı gəldiysə, açıqlamaya qoyduğum linklə kanalımıza qatıla bilər, sən də bizimlə bərabər inkişaf edə bilərsən.
İzlədiyin üçün təşəkkür edirəm. Çox güman gələn həftədə qrammatika üçün ayrı bir rəhbər video gələcək. Bu qədər idi. Sağ ol, salamat qal.